Göz xəstəliklərini erkən mərhələdə aşkar edən yeni üsul. Yaponiyanın Kobe Universitetindən olan alimlər göz xəstəliklərinin, xüsusilə diabetik retinopatiyanın erkən mərhələdə diaqnostikasında yeni texnologiya hazırlayıb. Yeni metod immun hüceyrələrin, yəni mikrogliyanın retina daxilindəki aktivliyini görməyə imkan verir. Bu isə xəstəlik əlamətləri hələ aşkarlanmazdan əvvəl baş verən dəyişikliklərdir. Tədqiqat zamanı alimlər siçanlar üzərində xüsusi baş fiksatoru, kontakt linzalar və xüsusi obyektivdən istifadə edərək canlı retina görüntülər əldə edib. Nəticələr göstərib ki, diabet zamanı mikrogliya hüceyrələri hiperaktiv hala gəlir. Bu da iltihabi proseslərin damarların zədələnməsindən əvvəl baş verdiyini göstərir. Araşdırma çərçivəsində sınıqdan keçirilmiş liraglutid adlı dərman vasitəsi mikrogliyanın aktivliyini normallaşdırıb. Maraqlısı da odur ki, bu təsir qan şəkəri səviyyəsinə təsir etmədən əldə olunub. Bu isə yeni müalicə və diaqnostika üsullarının inkişafına yol açır.